Salam, gəlin bu dəfə InDesign'da Adjust Layout funksiyasından tanış olaq. Mövzu maraqlıdır, adı heç nə deməyə bilər, amma praktikada çox faydalanacağınız bir funksiyadan danışırıq. Yeni fayl yaradaq, faylın ölçüsü elə olsun 148, 210 çox da önəmli deyil. Elə A5 formatda düşünək ki, sizdən A5 ölçüdə hansısa çap reklam materialı və ya bəlkə də kitab istənilirdi. Heç bir parametr dəyişmədən standart cari parametrlərlə biz faylımızı yaradaq. Kənardakı məsafələri belə dəyişmədik. Biraz səhifə sayı lazımdır. Pages səhifəsindən gəlin bir 3-4 dənə səhifə əlavə eləyək. Biraz uzaqlaşdıraq. Və səhifədə bir content olsun deyə götürək type tool'u və bizim elə bu margin daxilində bir mətn daxil eləyək bura. Type fill with placeholder text. Müvəqqəti bir demo mətn daxil oldu. Parametrəni dəyişməyəcəm, yəni söhbət mətn parametrlərindən gedir. Əgər daxil olsaq görərik ki, cari Minion Pro şrifti, ölçüsü 12 point. Dediyim kimi dizayn bu dəqiqə çox da önəmli deyil. Önəmli olan buradakı bu maraqlı funksiyadır. Çox maraqlı bir dənə detal. Mən mətni yazıram, amma diqqət eləmədiyim bir məqam oldu. O da ən sonuncu səhifədə yazılanmış. Ctrl-X eləyək, kəsək mətni, gedək birinci səhifəyə və Ctrl-V eləyək, düşsün buradakı səhifəyə. Bu mətnin davamını digər səhifələrdə gətirmək istəyərdim. Götürək bu sağ tərəfdəki plus işarəsini vuraq, gedək ikinci səhifəyə və mətnin də bir hissəsi tutaq ki, elə burada olacaq. Məlum olur ki, cəmi 2 sözdən ibarət mətnimiz var. Bunu davam gətirə bilərik. Bir dənə nöqtə qoyaq. Probel, type, fill with placeholder text. Yəni müvəqqəti demo mətnindən biz bu boşluğu doldurmuş olduq. Yəni hamısı ancaq mətndən ibarət olması səhifə. Gəlin bura biraz dinamika qataq. Tutaq ki, olsun. Yuxarıda mətn müəyyən qədər ölçüsünü kiçildək. Və burada da müəyyən bir şəklimiz olacaq. Şəklin yerinə də hələlik müvəqqəti bir qrafik forma, bir düz bucaqlı istifadə edə bilərik. Shift X eləyək ki, rənglərin geri dəyişsin, konturu yox, içərisinin rəngi olsun qara. Hətta gəlin elə bəri başdan qara düz bucaqlı əvəzinə burada real fotolardan istifadə edək. Daha əvvəlcədən, yəni dərsdən qabaq hazır şəkillər yükləmişəm. Elə bu shape-i götürək, Ctrl-D və tarixi mövzuda düşünək ki, bir informativ broşur, yəni kitab hazırlamaq lazımdır. Götürək şəklimizin birini 2 dəfə tıklayaq, avtomatik şəklimiz o düz bucağının içinə düşmüş oldu və biz bunu daha əvvəl fitting mövzusundan bilirik ki, bu yuxarı sağ tərəfdəki fill frame proportional ikonkasını bastığımız anda bu çərçivənin içinə şəkil oturmuş olacaq, maksimum ölçülər daxilində. Və əgər fonda sonradan PDF faylda qara ləkə düşməsin, görünməsin deyə biz ümumiyyətlə rəngi də buradan yığışdıra bilərik. Bizdə necə tərtibat, bir daha nəzər salaq. Birinci səhifə ancaq mətndən ibarətdir. İkinci səhifədə mətn yuxarıda, aşağıda şəkil var. Sağ tərəfə gələndə isə gəlin bu dəfə səhifəni biraz daha fərqli eləyək. Götürək sol tərəfə. Mətn yerləşdirək. Type, fill with placeholder text. Burada da bir dənə balaca şəkil olsun. Ctrl-D, vertikal şaquli şəkillərdən birini tutaq ki, elə bu şəkildə də istifadə edək. Geri qaytarıram. Bunu da eləyək. Fill frame. Əgər çərçivə daxilində şəkili uyğunlaşdırmaq istəyiriksə, klaviaturada A düyməsində basıb şəkili istədiyimiz kimi yerləşdirə bilərik bu kardırın, bu çərçivənin daxilində. Biraz fərqli olsun. Tam mətn, böyük şəkil, böyük yazı, asymmetric layout, balaca şəkillə. Sonuncuda isə ümumiyyətlə bütün fon, daha doğrusu bu margin daxilində şəkil yerləşmiş olsun. Sonuncu şəkildə elə bu formada istifadə edək. Və böyütdü, son olaraq fill frame. Əla. Və bunu artıq ya müştəriyə göndərirsiniz, o sizə şərh verir, geri dönüş verir, ya da art direktora göndərirsiniz və sizin işinizə mız qoymaya başlayır. İlk şərh maraqsızdır. Səhifə kənarındakı bu marginləri, yəni bu təhlükəsiz məsafələrini eyni qoymusunuz. Bu isə bir o qədər də bəyənilən bir şey deyil. Hətta art direktorunuz bəlkə klassik İsveçrə tipoqrafika məktəbinin nümayəndələrindən olan Brockman dili ilə desə, belə izah verir ki, kənar tərəfdən eyni məsafələri vermək dizaynı ilə başlanğıc nöqtədə sabit, maraqsız, darıxdırıcı eləməyə bərabərdir. Yaxşı olar ki, burada bir dinamika olsun, kənardan məsafələr fərqlənsin. Hətta ola bilər ki, art direktor deyir ki, kənarda məsafələr azdır, biraz hava qatmaq lazımdır dizayna. Tamam, siz tək-tək bütün səhifələrdə eləməyəcəksiniz yəqin ki. Birdən-birə bütün səhifələrdə bu mərcini təyin etmək lazımdır. Ona görə gedirik parent page-ə. Hər ikisini seçdik bu səhifələrin və gəldik bura. Layout, margin columns. Tutaq ki, sadəcə havalı vermək istəyirsiniz. 25 bəlkə biraz çoxdur, 20 verək. Okeylədik və qayıdırsınız səhifələrə. Nə edəcəksiniz? Götürürsünüz bunları bir-bir təzədən
qovursunuz bu mərcin daxilinə. Eyni qaydada bunu da. Və məndə cəmi neçədən 4 səhifə var. Bir də düşünün, əgər təxminən 20 dənə, 30 dənə kitabdırsa bəlkə 200 səhifə belə bir tərtibat eləmisinizsə və bütün bunları bir-bir dəyişmək həddən artıq çox vaxt tələb edəcək. Bunu isə avtomatlaşdırmaq olar yəqin ki. Gəlin geri qaytaraq. Qayıtdıq əvvəlki varianta, hansı ki cari parametrlərlə tərtib etmişdik. Təkrar daxil oluruq parent page-ə, hər iki səhifəni seçdik. Layout, Margin and Columns. Bu dəfə burada Adjust Layout funksiyasını aktivləşdirir. Əslində bunu tam əvvəldə etməli idik ki, başımız ağrımasın. Amma yenə də gec də olsa ən azından bu problemi aradan qaldırmağa çalışaq. Adjust Layout, yəni Layout konstruksiya səhifə tərtibatı uyğunlaşmağa çalışsın kənar məsafələrə. Okeylədik, tamam. Daxil olaq. Müştəri bizə deyib ki, ya da Art Director deyib ki, kənarda məsafələri artırın. Gedək artırmağa. Bir daha deyirəm, əmin olmaq lazımdır ki, parent page ilə işləyirik. Layout, Margin and Columns. Gəl məsafəni hələlik ki, daha havalı eləmək üçün biraz 20 mm eləyək hər tərəfdən. Okeyləyək və gəldik daxili səhifəyə və görürük ki, doğrudan da biraz əvvəl əgər kənardan məsafə az idi və bizim bütün kontentimiz həmin mərcinə uyğun idisə, indi nəinki yazılar, eyni zamanda mərcinə yapışmış şəkillər də yeni layouta uyğunlaşmış oldu. Gəlin bu dəfə tamam fərqli bir yoldan gedək. Hər tərəfdən eyni məsafə olmasın. Biraz səhifəyə dinamika qataq. Giririk layouta, Margin and Columns. İlk dövr kitab tərtibatında olduğu kimi gəlin biraz dinamik eləyək. Yəni daxildə və yuxarıda səhifə kənarın məsafə olsun elə 20 mm. Çöl tərəfdə yəni ki outside olsun, nə qədər olsun? 30 mm məsələn. Və aşağıdan havanı daha çox yerləşdirək. Burada da olsun 40 mm. Ola bilər. Qoy qalsın elə 40 mm. Okeylədik və gəlib baxırıq ki, eyni qaydada mətnimiz və şəkillərimiz yeni mərcinə uyğunlaşıb. Burada yeganə bir dənə funksiya var, əlavə funksiya var. Ona da nəzər salaq. Layout, Margin and Columns, Adjust Font Size. Yəni əgər dəyişiklik radikal olacaqsa, bəlkə kənardan məsafə çox idi və bunu azaldarkən proporsional olaraq mətnin ölçüləri də dəyişməlidirsə, şriftin ölçüsü daha doğrusu, onu tənzimləyə bilərik. Söhbət nədən gedir? Bəlkə tutaq ki, bizdə indi şriftin ölçüsü 12 pointdir ki, əslində bu kifayət qədər böyükdür. Gedək bura, yenə də parent page-ə, Layout, Margin and Columns, Adjust Font Size parametrini aktivləşdirən şrift ölçüsünü də uyğunlaşdırsın. Burada bir maraqlı məqam da var. Biz burada əslində minimum və maksimum ölçülər də qoya bilərik. Yəni birdən kənardan mərcin balacalaşdıqca, mətnlər də balacalaşacaqsa, şrift ölçüləri daha doğrusu ən aşağı 6 point olacaq. Bizim bir də belə bir riskimiz məncə yoxdur. Ona görə sadəcə Adjust Font Size deyək. Yəni kənardan məsafə kiçildikcə şrift ölçüsü də proporsional olaraq kiçilsin. Xatırlayaq, bizdə şrift ölçüsü Minion Pro 12 point idi. Və son dəfə də Adjust Layout mövzusuna geri qayıdaq. Margin and Columns aktivdir. Gəlin daha radikal bir məsafə dağılması eləyək ki, baxa görə şrift ölçüsü necə özünü aparır. 30 point yuxarıdan olsun, tabı basım keçdim növbəti xanaya. 60 mm aşağıdan. Inside daxildən tutaq ki, olsun 25. Çöl tərəfdən də olsun 35. Tamam belə qeyri-adi klassik tipoqrafika dönəmində, daha doğrusu ilkin tipoqrafika dönəmində hazırlanan dini kitabların bir çoxunun belə səhifə tərtibatı təxminən belə buna yaxın bir görüntüdə idi. Və okeyləyək. Gəlir təzədən səhifələrimizdə dizayna baxaq. 12 point idi, indi içəri girdi və görürük ki, doğrudan da şrift ölçüsü proporsional olaraq balacalaşıb. Təbii ki, hər yerdə bunu görə bilərik. Adjust Layout mövzusu bu. Kiçik dərsdə çox praktik bir funksiyasını göstərmiş oldum. Ümid edirəm ki, bəyəndiniz. Növbəti dərslərdə görüşərik.